Ramana qalası və ya Ramana qülləsi Abşeron Azərbaycanın görkəmli müdafiə qurğularından biridir. Bu qala Xəzər dənizinin sahil müdafiə sisteminin bir hissəsi olaraq Bakı və ətraf ərazilərin qorunmasında mühüm rol oynamışdır. Ramana kəndi Bakı şəhərinin şimal-şərqində təxminən 20 km məsafədə yerləşir. Bu qala Xəzər dənizinə baxan hündür qayalıqların üzərində inşa edilmişdir və Abşeron müdafiə kompleksinin bir hissəsidir ki, bu kompleksə siqnal qüllələri, Qız qalası, Səbail qalası və Mardakən qalaları kimi qurğular daxildir. Onun mövqeyi Xəzər dənizinin sahillərinə və ətraf düzənliklərə mükəmməl nəzarət imkanı yaradacaq şəkildə seçilmişdir. Tikinti tarixi dəqiq məlum deyil, lakin arxeoloji qazıntılar və tarixi sənədlərə əsasən 12-ci əsrə, təxminən 1150-1200-cü illər aid edilir. Onun inşası 11-ci əsrin sonlarında baş vermiş dağıdıcı zəlzələdən sonra Şirvanşahlar dövlətinin paytaxtının Şamaxıdan Bakıya köçürülməsi ilə eyni vaxtda təsadüf edir. Qala müşahidə qülləsi və müdafiə bazası kimi fəaliyyət göstərərək Bakıya dəniz və quru hücumlarından qoruyurdu. Qalın 1,5 metr divarları və yarım dairəvi qüllələri mühasirəyə qarşı dayanıqlıq üçün nəzərdə tutulmuşdu. Digər qalalardan fərqli olaraq daxili həyəti düzbucaqlıdır və müdafiəni asanlaşdırmaq üçün 2 qat girişlər quraşdırılmışdır. Həmçinin Xəzər dənizinin ticarət yollarına nəzarət etmək üçün istifadə olunurdu. Sonrakı dövrlərdə və 16-cı əsrdə hələ də müdafiə məqsədilə, lakin Ramana kəndinin qorunmasına daha çox diqqət yetirilərək istifadə olunurdu. 18-19-cu əsrlərdə Xəzərdə gəmiləri istiqamətləndirmək üçün mayak kimi xidmət edirdi. Son illərdə isə Koroğlu, Nəsimi və Babək kimi tarixi filmlərin çəkiliş meydançası olmuşdur.